Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimində çıxışı zamanı maraqlı anlar yaşanıb. Ölkə başçısı sözügedən mərasimdə çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu xatırladıb və sözlərinə belə davam edib. Bugün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizi, dostluğumuzu təzahür edir. Azərbaycan prezidentinin bu çıxışından sonra vətəndaşlar İlham Əliyevin ünvanına Qarabağın Fatihi ifadəsini səsləndiriblər. Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. Dövlət başçısı bunu xoş təbəssümlə qarşılayıb, tədbir iştirakçıları isə alqışlayıb.